Aynı çox gözəl təhliliniz oldu. Qəşəng nöqtəyə işarə elədiniz ki, Pəhləvi bu işləri gördü. İran şəhərlilər də gəldilər siz demişkən. Buna görə ki, haqlar verilməsin Azərbaycan xalqına. Məcburdurlar bilahərə bir ad qoyarlar, siz təzyiq tələbsiz, siz belə eləyibsiz, elə eləyibsiz ki, bunu aradan aparsınlar. Mən elə bu barədə Ay Nəzərin sözlərinə istinadən sövürəm ustadımız Ay Doktor Cəmal Ayrımlıya. Oxucularımız, izləyənlərimiz də yəqin bilirlər ki, bizim ustadımız özü elə bir jurnalist, özü bir tarixçi, ədəbiyyatçı və filoloq ki, Azərbaycan türkçəsinə təsəllüt var ki, sahib nəzərdirlər. İstanbul türkçəsinə sahib nəzərdirlər, İngilis dilində sahib nəzərdirlər və hətta Rus dilində də sahib nəzərdirlər. Ünvanı bir filoloq. Mən əgər istəsəm bu məsələni Ay Doktor sizə də bir üst çevirəm, siz öz təhliliniz bu babətdən nədir? Və pişivərini siz yekun olaraq nə təri görürsünüz və nə təri təhlil edirsiniz və nə amillər sizin öz düşüncənizdə bais oldu ki, pişivəri hökuməti sabit oldu və təəssüflə aradan getdi və Pəhləvi gəldi bu cür bunu tərsinə cəmaatın içində mətrəh eləyir və demək olar tarixi yanlış bir yerdən başlayır və yazır. İran şəhərlər də düz əllərini qoyublar bu nöqtəyə və bunu mətrəh edirlər ki, bəli, Azərbaycan özünə bir dənə məmləkət istəyirdi ayrı, şah gəldi, Azərbaycana nicat verdi və bu günü də cəşn tuturlar özlərinə və bunu özlərinə bir dənə demək olar bir qələbə kimi qəbul edirlər. Buyurun. Bəli. Ay Nəzəri buyuran kimi əlbəttə siz pişəvərinin o necə olduğunu və nə hədəfi olduğunu soruşdunuz. Ay Nəzəri buyurdular ki, pişəvəri həqiqətən bir sürüşdə idi bu məmləkət üçün, nə tək Azərbaycan üçün. Çünki tamamı danışıqlarında, tamam əməllərində, işlərində və o iqdamatında indi islah, Azərbaycan ərazisində sərəfrazlıq yaratmaq, xoşbəxtlik yaratmaq və həmçinin bu xoşbəxtliyi, bu sərəfrazlığı İranda yaşayan başqa millətlərə də istəyirdi. O zaman Azərbaycanlılar demək olar bir dərəcə İranda yaşayan ayrı millətlərə görə bir qədər mütərəqqi idilər. O da Azərbaycanın o məntəqəsinə görə necə məşrutədən başlamışdı o ayıqlıq, fikir təkamülü. O vaxtdan Azərbaycan xalqı bir qədər qabaqcıl idi, bir neçə addım qabaqcıl idi ayrı millətlərə görə. Ona görə burada pişəvəri də bir uzun müddət məmləkətin tamam işlərində, yəni jurnalist idi, qabil jurnalist idi, yoxsa müfəssir idi, yoxsa təfsirlər elirdi. Azərbaycanın dərdini də hər nəyin gözəl bütün vücudundan duymuşdu və hiss eləmişdi. Pişəvəri o zaman ki 12 Şəhriyardə o qurultayı təşkil verdi və xalq nümayəndələrini çağırdı Təbrizə, danışdı, onlar danışdılar. Nəticə həmin o maddələr oldu ki, Ay Nəzəri buyurdular, oxudular və fars dilində oxudular ki, bu eyni özüdür. Nə burada tərcümədə bir əl aparıblar içində ona, nə dəyişiblər, olmayıbdır. Pişəvəri o zaman dedi ki, biz bu azadlığı
Nəinki özümüz üçün, İranda yaşayan bütün xalqlara istəyirik. Burada bir gözəl nəticə almaq olar həmin bu qıssa sözdən. Ki, əgər o cür ki, bu töhmətlərin altında qaldıq biz bir uzun müddət və pişəvəriyə o töhmətləri ki, vurdular ki, bəli, bunlar istəyirlər ayrılsınlar bu məmləkətdən filan. Ayrıldılar, bizə də bir şey qalmayacaqdır, yetişməyəcək. Bizim payımız az olacaqdır. Və pişəvəri bu bir dəfə kökdən qurutdu. Yəni o zaman şovinistlər və indi təzə bir adı ilə İran şəhrilər kimlər? Bunlarda bir xislət var. Baxsalar ki, tərəf bir qədər gözəl həqlərini tələb eləyir. Əvvəldə deyərlər bunların bir üzlərin azaldaq. Üzlərin azaldaq, cəsarətləri olmasın. Uzun danışarlar, artıq haqq tələb eləyərlər. Bunlar elə belə gərək saxlamalı və bunları da istismar eləməliyik. Ona görə bu sözləri kökdən danladı. Söhbətlərində dedi ki, mərkəzi hökumət bizə töhmətlər vurur və nəzər də budur. Töhmət vurur ki, bəlkə artıq danışmayaq, uzun danışmayaq, haqqımızı istəməyək. Ona görə. Bir tərəfdən də bizi bağlırdılar Arazın o tayına, Şuravi hökumətinə. Ki, bəli, fəqət onların gücündən, onların qudrətindən bunlar istifadə edirlər, onların tərəfindən gözəl himayət olurlar və biz gərək bunu yayaq, hər yerdə yayaq ki, bunlar öz başına deyirlər. Şimal tərəfindən himayət olurlar. Bir halda ki, pişəvəri həmişə bu sözlərin müqabilində dayanırdı ki, xeyr, bizim ehtiyacımız yoxdur. Ayrı yerdən bizə kömək gəlsin. Bizim fəqət öz qudrətimizdir, öz şuurumuzdur, öz ruhumuzdur ki, bu azadlığı həm özümüzə, həm İranda yaşayan bütün millətlərə istəyirik. Bu mesela sərkub ki oldu milli hökumət, bir iddənin o taya qaçmağı yenədən böhtandır. Heç kəs öz meylindən o tərəfə qaçmıyor. Pişəvərinin özünü Rus komandanı ki gəlmişdi Təbrizə, həftə gücünə vadar eləyir ki, qapıdan geçsin otaya, Arazı geçsin otaya. Pişəvəri özü orada o Rus komandanı ki gəlir, görüşürlər. Gözəl bir nutqla deyir ki, bəli, bizə İstalin belə dedi, belə elədi. Mən özüm neçə dəfə namə yazdım İstalinə ki, bizi töhmət altında, töhmət yağdırırlar bizim başımıza. Ki, o taydan bu taya köməklik yetişir, hər nə köməklik oradan yetişir. Bir halda ki, belə deyildi. Stalin özü bizim qəti birinci düşmənimizdir. Bəs bizim soydaşlarımız o taydan niyə qırır? Bu tayda isə bizə nəcat verər. Sonra o Rus komandanı həftiri tutur, deyir, getməlisən, gərək gedəsən o taya.
ve zorla götürüp aparırlar odaya. Orada Mir Cafer Bağırov hem hizb başkanıydı hem de devlet tarafından demek orada hakim idi. Bir de ki zorla bu taydan otaya gönderilir. Onların içinde Mahabattan da var idiler. Elə həman gün ki yetişirlər orada, Bağırov hamısını yığır bir cəlsədə, danışır ki, bəli, bizim köməklərimiz var idi. Biri də sövmədilər, belə, biri də sui-istifadə elədilər, biri də köməklikdən gözəl istifadə eləmədilər. Sonra deyir ki, belə deyil, ay filan kəs. Orada biri danışdırır ki, buradan getmişdi. O deyir, bəli, elədir, yoldaş. Sonra dönür Pişəvəridən soruşur. Hə, belə deyil. Pişəvəri xeyr, belə deyil. Siz bizə heç kömək eləməyirsiniz. Eləsəz də lap həssas yerdə qət eləyirsiniz köməkləri. Nədən ötür? Məsələn, bir qədər nəft alacaqsınız buradan. O nəftin qolunu verdilər, heç özündə görənmədiniz, vermədilər. Çıxardır eynəkini, bir dəsmalı var idi, ondan silir. Bu, Bağırovun elə işi idi. Hər vaxt istəsəydi bilindirə ki, bəli, bunu yox eləyir, həzf eləyir. O işi görərdi. Dəsmalını çıxardırdı, eynəkini silirdi. Oradakılar bildilər ki, bəli, Pişəvəri də məhv olmalıdır orada. Və məhv olmağını təsmin tutdular və elədilər. Bir erməninin əlindən. Xülasə bu ki, vəli biz o töhmətlərdən hələ də qurtulmamışıq. Elə yaxamız o töhmətçilərin əlindədir. Və əvvəldə də mən ərz elədim ki, töhmət və üzdən aparmaq, üzü əskiltmək bunların şəkildir. Mənsur bu şovinistlər ya indiki sözü ilə İran şəhərlərin, onların ədası və şəkildir. Ruşa kəm kol, bəbər ruşa kəm kol. Bu onların sözüdür. İndi də əl çəkməyiblər o işlərindən. Dəfələrlə bizim tərəflər bizdən etiraz eləyiblər. Cavab veriblər onların o hadaran-padaran sözlərinə, o töhmətlərə, o iftiralara cavab veriblər. Sabit eləyiblər ki, qətən bu böhtandır, bu sözlər. Amma ki, hələ yaxamız qurtarmıyor.